Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa nə edirsiniz, çalışırsınız. İstəyirəm sizlə həm söhbət olum, çalışım daha doğrusu. Bir-iki məsələlərə aydınlıq gətirmək istəyirəm. Deyirsiniz ki, bəziləriniz deyirsiniz ki, nəyə görə axşamlar 5-dən 6-dan sonra məndə pisləşmə gedir, gecələr tutur məni və yaxud mən nəyə görə psixoloqa və yaxud psixoterapeutə müraciət eləməliyim? Niyə mən özüm onu çözməyi bacarmıram? Mənim əzizlərim, bilirsiniz, mən indi mexanizmi deyəcəm sizə, hansı ki, bunu çox adamlar demirlər. Mən çox şeyləri sizə deyirəm ki, siz biləsiz, labirintə düşməyəsiz. Hər sistemdə, beyin sistemində belə bir şey var. Məntiq axtaran, məntiqi həll eləyən, yəni məntiq tapan bir sistem var. Limbik sistem deyirlər ona. O asaznavat edir. Aydın şəkildə nəyisə asaznavat edirsən, yəni başa düşürsən, məntiq axtarırsan, çözürsən. Biz nə edirik? Çox, məsələn, insanlar çox məşq elədikcə vitfason gəlir, gözəllik gəlir. Çox işləyirsən, pul gəlir. Amma beyin elə deyil. Beynin nə qədər beyinə həssas yanaşsaz, qorusaz, çox boş-boş informasiyaları yükləməsəz, çünki hər bir informasiya, ona görə mən xəstələrə icazə vermirəm Google-da, TikTok-da və s. Ancaq hansısa bir seriala baxa bilərlər və yaxud mənim də sevdiyim bir şey var, kateqoriya, o da komediyadır. Komediya filmlərini izləyə bilərlər. Amma bu ki, siz TikTok'da informasiya toplayırsınız, orada, burada bütün gün informasiya toplayırsınız, beyni yormağa başlayırsınız. O limbik sistem haçan ki уже yorulur, o bütün gün ərzində analiz eləyirsən, yəni o səndən asılı olan bir şey deyil, mexanizm belədir. Axşama doğru artıq limbik sistem zboy verir, kontroldan çıxır və məntiq adlı bir şey olmur. O zaman siz heç nəyi çözə bilmirsiniz. Düzgün interpretasiya edə bilmirsiniz. Yəni, düşüncə gəlir, onu analiz artıq edib məntiq ortalığa çıxarda bilmirsiniz. Tamam mı? Limbik sistem artıq pozulur, kontroldan çıxır. Orada yerləşir mindalavidney sistem, o qorxu sistemidir, o aktivləşir, qorxular üzə çıxır. Bütün o gün ərzində nələr ki yığmışdınız, onlar hamısı o açılır, tökülür və hamısı da boşu-boşuna çıxır ortalığa. Yəni, məntiq işləmir ki, onların hansınsa birini siz çözə biləsiniz. Anlatabildim mi? Ona görə də sizə dəstək lazım olur. Özünüzün gücü çatmır. Sistem belədir. Tamam mı? Eləyə bilmirsiniz. Özünüz artıq müdaxilə eləmək lazım olur. Ona görə də nə qədər az informasiya toplasanız, nə qədər az beyni yorsanız, o qədər sizin xeyrinizədir. Anlatabildim mi? Və nəyə görə bu proses, tutalım, sizi nevroz tutub, indi hər hansı hallar var, simptomlar var, düşüncələr var, avtomatik düşüncələr, panik atak var. Bunlar hamısı simptomdur. Nəyə görə bu yapışır qalır? Bilirsiniz, bəzi insanlarda
maksimum 5-10 dəqiqə bu proses çəkir, amma bəzilərində görürsünüz 24 saat, hətta bir həftə yubanır. Simptom keçmir. Niyə keçmir? Çünki siz ondan qaçmaq istəyirsiniz. Bu deyirlər ya, həkimlər sizə başınızı qatın, nə bilim filan şey eləyin, filan şey eləyin. Siz onu düzgün başa düşmürsünüz. Siz elə bilirsiniz ki, mən də deyirəm bəzən başınızı qatın, amma mən bir başqa şeylərə görə deyirəm və izahını da verirəm. Ən əsas izahlardan biri budur ki, mənim əzizlərim, siz baş qatmaq deyəndə bu simptomlardan uzaqlaşmaq üçün baş qatmalıyam deyə düşünməyin. Anlatabildim mi? İzbiqaniya lazımdır. Yəni bundan qaçırsınız. Elə bil ki, bu simptomlardan, bu düşüncələrdən siz baş qatırsınız ki, qaçasınız. Bu olmasın. Amma beyin mexanizmi elə işləmir. Siz nə qədər də ondan qaçsanız, o biraz da nəvəsi olur. Yəni biraz da sizə daha belə yarki gəlir. Daha güclü gəlir. Ona görə siz onu saxlayırsınız özünüzdə. Çünki siz haçan ki o simptomdan qaçmaq üçün hansısa başınızı qatırsınız, amma şuraltı düşünürsünüz. Tutmadı mən. Görəsən getdi, getmədi. Gedər inşallah. İndi birazdan gedərik. Bu nevroz da, nə olur? Bu düşüncələr artıqdır. Anlatabildim mi? Beyin bunun əksinəsini eləyəcək. Haçan ki siz artıq həm o düşüncələri qəbul edirsiniz, anlatabildim mi? Yəni qəbul edirsiniz ki, o nə gəlir, gəlsin. Və yaxud ağrıyır, kürəyim, ürəyimə ağrıyır da. Nevrozdan ağrıyır. Mən dərhal bilirəm, mənə müraciət eləyəndə çox vaxt kişiləri mən məsələn göndərirəm. O da tez-tez yox, şübhəli qalsam birdən. Yenə də 90% bilirəm ki, nevrozun simptomudur. Amma əmin olmaq üçün mən göndərirəm EKO-ya və yaxud kardioqramaya. Yaxşı kardioloqa göndərirəm ki, çünki 10% orada qalıbsa ona əmin olmalıyam. Mən o bir də məsuliyyəti boynuma götürə bilmərəm, əzizlərim. Bu ürəkdir, zarafat deyil. Tamam mı? Ona görə də mən kişilərdə şübhələnəndə, kişilərdə məhz, qadınlarda yox. Deyirəm, bir dənə yoxlatdır. 40-ı keçəndən sonra ümumiyyətlə sağlam kişilər belə gedib hər 6 aydan bir EKO-dan və yaxud kardioloqun qəbulunda olmalıdır. Tamam mı? Bəzi preparatlar var ki, daimi qəbul olunmalıdır. İstəyir təzyiq olsun, olmasın. İstəyir ürək damar problemi olsun, olmasın. Məsələn, aspirin içə bilərsiniz. Bunu məsləhət görürəm. Və bütün həkimlər bunu məsləhət görür. Ona görə də o zaman mən yoxlatdıram. Amma əksər hallarda artıq mən siz şikayət eləyən kimi mən bilirəm ki, orada nə var, nə yox və sizə deyirəm ki, qorxmayın, qəbul edin. Ağrıdır da, ağrıyır. Qəbul elə öz işin, gündəlik nə işlə məşğulsan. Getdin, uzandın, sən batdın. Mənim ən zəhləm getdiyim şeydir bu. Uzandın ki, mən bir dənə qapanım özümlə, ay Allah, bu sancı dayanar, bir saat gözləyim, yarım saat gözləyim, görəsən keçər, keçməz, ağırlaşmaz. Bir saatdan sonra bu birdən pisləşərəm, skor çağırmayım, nə bilim, nə var. Bu götür-qoylar var, vnütürlü konflikt. Bu sizi biraz da usuqubliyyət eləyəcək. Tamam mı? Ondan qaçmaq lazım deyil. Bunu qəbul eləmək lazımdır. Çünki nevrozonun heç bir simptomu kəskin olmur. Deyim sizə ki, daha belə sizi tərpənməyə qoymur, daha siz leşsiniz, şikəst eləyib sizi. Belə bir şey yoxdur, mənim əzizlərim. Və yaxud elə bir ağrı verir ki, şiddətli ağrı, siz ağrı kəsiciyə belə möhtaçsınız, belə bir şey də yoxdur. Anlatabildim mi? Nevrozun ağrılarını mən hamısını bilirəm. Ona görə də bəhanələr gətirməyin və düşünməyin ki, bu nədir, belə bu olmamalıdır məndə.
Bu düşüncə səhvdir. Olmamalıdır. Siz robot deyilsiniz, siz insansınız. Sizin başınız da ağrıya bilər, ürək əzələləri də ağrıya bilər, mədə sıxıla bilər, qarın gedə bilər. Siz taxtadan yontmayıblar ki sizi və yaxud svarka ilə svarkalamayıblar dəmirdən. Siz insansınız və bu ağrılar, acılar nə qədər siz sağsınız, o qədər də mövcud olacaq. Anlatabildim mi? Yəni buna görə narahatçılığa heç bir səbəbi yoxdur. Siz öz gündəlik adi nə işlə məşğulsunuz? Kinoya baxırsınız, nə bilim, ev işlərini görürsünüz, həyat belləyirsiniz. Nə iş görürsünüzsə o işlə məşğul olun. Anlatabildim mi? Və qəbul edin. Ay aman gəlməsin, bu fikir gəlməsin, ay aman bu getdi, getmədi filan. Bunları yığışdırın ən əsas. Qəbul olun, ağrıyır. Nədəndir? Nevrozun simptomundan. Все. Anlatabildim mi? O zaman beyinə siz rahatlıq siqnalını ötürürsünüz ki, təhlükə rejimini söndürürsünüz. Təhlükə rejimi, qorxu mindalni sistem ki, atqulçat olunandan sonra, sönəndən sonra simptomlar özü yavaş-yavaş sizdən uzaqlaşacaq. Buna nə skoru lazımdır, buna nə karvalol lazımdır, o baş ağrıdıcı şeylərdir, buna nə bilim, ağrı kəsici lazımdır. Heç bir şey lazım deyil. Sadəcə qəbul eləmək lazımdır bunu. Anlatabildim mi? Biraz diqqətli olun belə şeylərlə. Nevroz yəni elə bir qlobal xəstəlik deyil ki, düzdür. Bəzən elə bir vəziyyətə gətirib çıxardır, çıxılmaz vəziyyətə salır. Artıq qavrama funksiyası belə dayanır. O zaman bəli, farmaterapiya lazımdır o insana, psixoterapiya lazımdır, hər bir tərəfdən yanaşmalar lazımdır ki, bunu ayıldasan. Tamam mı? O yerə gətirib çıxarmayın. Adi vaxtda, o yerə niyə çıxardırsınız? Adi vaxtları sizdə indi bax o nədirsə baş verdi, simptom var. Vəssalam, mən xəstəyəm, getdim uzandım. İyi başlandı beyində, siz uzanıb yatmırsınız. Və yaxud televizora oturursunuz, güya baş qatırsınız. Və yaxud telefonda nəyisə baxırsınız, güya baş qatırsınız, amma fikriniz özünüzdədir. Boş-boş fırladırsınız, boş-boş baxırsınız o ekrana, ancaq fikriniz belə eləməyin. Anlatabildim mi? Belə olmaz. O zaman siz bunu biraz da dərinləşdirirsiniz, biraz da şiddətləşdirirsiniz və gətirir artıq depressiv hala çıxardır. Depressiv halda artıq qavrama funksiyası dayanır, limbik sistem tamamilə məsələn, yatırdınız, dururdunuz, səhər limbik sistem yorğunluğunu alırdı və məntiqi xoda salırdı, indi vəbşi xoda salmır. Anlatabildim mi? Çünki qorxur. O özünü, beyin onu qorumaq istəyir. Bütün beyin sistemini, əsəb sistemi, nə sistem varsa hamısını qorumağa alır. Sizin ucbatınızdan. Qorxur da insanın bütün orqanları ölsün, 7 saniyə sonra beyin öz-özünü öldürür. Yəni tam əmin olur ki, bütün orqanlar dayanıb, ürək, börək, nə bilim, ora-bura 7 saniyədən sonra öz-özünü öldürə bilir. Anlatabildim mi? Yəni bu belə olur. Nəyə görə? Çünki ölür axırda beyin. Çünki beyin yaşamaq üçün çox can atır. Özünü qorumaq, çünki ağıllı funksiyada axır. Anlatabildim mi? O mütləq qorumağa alacaq. Özünü qorumağa və oradan başlanır dilizasiya, depersonalizasiya, sizə dünya qəribə gəlir, insanlar birtəhər görsənir, nə bilim, öz bədəninizə əl vurırsınız, sizə birtəhər gəlir. Yəni o nədir? Məntiq sistemi tamamilə sönür, qavrama sistemi tamamilə sönür. Beyin demək olar ki, hər bir şeyi blokadaya alır, sizi robot kimi buraxır. Özü dincəlmədədir, qorumadadır. Sizə də dünya seyri gəlir, boz rəngdə, nə bilim, insanlar qəribə gəlir sizə. Sanki siz bu dünyanın adamı deyilsiniz, sanki bu insanlar
əldə düzəlmə bir insanlardır, nə bilim, belə şikayətlər eləyirsiniz. O nəyə görə? Asozunlu, məntiq sistemi, limbik sistem tamamilə dayanır, qorumağa alır özünü. Tamam mı? Ona görə mənim əzizlərim o yerə çatdırmayın. Mən bar-bar bağırıram, bax nə qədər tezdir müraciət eləyin. Mən özümə görə demirəm, mənə müraciət eləməyin. Vallahi deyirəm. Bəzən heç vaxtım da olmur, xəstələr bilir ki, götürmürəm, bir dörsüz. Aylarla müraciət eləyir, bir nəfər götürə bilmirəm. Lüboy yaxşı bir psixoterapevtə müraciət eləyin. Amma müraciət eləyin. Qaçmayın dərmana. Dərhal dərmana qaçmayın, sizə qurban olun. Dərman sağalmaq üçün deyil, dərman podдерживающийdir da, yəni dəstəkləmək üçündür. Haçan ki, uje simptomlar lap şiddətlidir, bu insan dözə bilmir, fikri simptomdadır, sənin texnikaları var, bu qavramır. O zaman müdaxilə lazımdır. Siz niyə o yerə çatdırırsınız özünüzü? Daha siz üçün nələr elədik biz? Mən siz üçün paketlər düzəltdim, ucuz, çünki hamınız müraciət eləyə biləsiniz. Hamınız sağalmağa doğru gedəsiniz. Siz yenə də nə gözləyirsiniz? Yəni mən sizə bunu yəni mexanizmini ona görə deyirəm ki, sizin sabah keçər, yatım durun, görərəm yaxşıyam. Nə bilim, sabah buraxar məni. Bu pripatka deyil ki, sudurqazat deyil, özü buraxsın açansa. Biraz gözləyin, biraz gözləyin. Sizin saniyələr sizin ziyanınıza gedir. Anlatabildim mi? Yəni bu öz başına dayanan bir xəstəlik deyil. Zboy verdi ki, müdaxilə mütləq lazımdır. Sizin də özünüz, yəni nə qədər də siz nevroz haqqında oxusanız, bilsəniz, dahi 5 barmaq, dahi siz illərin nevrozusuz, artıq siz bu puxtələşmişsiniz, cikin-bikin bilirsiniz, yenə də sizin tutma vaxtı, haçan ki sizi tutdu, sizdə limbik sistem işləməyəcək, məntiq yoxdur, sıfırdır, qorxu mindalni sistem aktivləşəcək və siz kiməsə möhtac qalacaqsınız. Bu adnaznaçlı belədir. Anlatabildim mi? Yəni mən neçə ilin nevroziyam, mən hər şeyi bilirəm, boşum ora-bura. Bunlar sağalma metodları deyil. Anlatabildim mi? Beyin də ağıllıdır. Mən ona smart deyirəm. Siz elə bilirsiniz ki, mən bu günləri baş ağrı oldu, gələn sər baş ağrı oldu, obursun baş ağrı. Mən bildim, öyrəşdim ki, bu baş ağrı nevrozdandır, daha əhəmiyyət verməyim. Bu belə deyil. Haçan ki, əhəmiyyət artıq buna vermədiniz, bir başqa simptom çıxacaq. Anlatabildim mi? Heç bir simptom da olmasa, məişət problemlərindən, hansısa bir olaydan ötəri bir yanlış düşüncə avtomatik aktivləşəcək və sizi gətirib yoracaq. Anlatabildim mi? Çünki limbik sistem sizdə artıq zədəlidir. Anlatabildim mi? Ona görə də oturub gözləməyin. Sabah necə olar? İnşallah keçər. İnşallah, nə bilim, yatım durum. Qabaq mən də eləydim. Yatırdım gecə. Səhər inşallah duraram, görərəm ki, vəsə. Yoxdur içində. Bir gözümü açırdım səhər, sırazım fikirləşir. Görüm hələ var, bu düşüncələr var, bu ağrılar var. 5 saniyə keçmirdi, durur, gəlirlər, doldular, vəsə oldum yenə gic. Anlatabildim mi? Yəni, sırazım məyus olursan, mən sağalmadım, bu sağala bilmirəm, necə olacaq, yuxu qaçır sonra. Bu qəliz məsələdir biraz. Ona görə də şeyləri vəbşə, endogen nevrozlar fəsildən fəsilə mütləqdir ki, kurs alsınlar. Heç ağrı ola bilər. Bunlarda qətiyyətlə ağrı yoxdur, heç bir şey hiss eləmirlər, amma yenə də müalicə almalıdırlar ki, haçansa bu bürüzə verməsin. Endogen xəstələr sağalmırlar, mənim əzizlərim.
Anlatabildim mi? Onu ancaq поддерживающий psixoterapiya ilə təzələyirsən və farmaterapiya ilə dəstək verirsən. Bu belədir hər yerdə. Tamam mı? Çünki sistem belə qurulub, anadan gəlmə siz beləsiz. Tamam mı? İrsi faktor var burada. Ona görə də əlləşməyin, tam mən yaxşı olacam və bir şeyləri nəzərinizə çatdırım ki, deyirsiniz, yaxşı idimi valla, o sefer nə bilim qorxdum birdən-birə belə oldum, nə bilim əlimi kəsdim belə oldum filan. Bunlar bəhanədir. Bir günün içində nevroz heç vaxt, yəni nevroz elə bir xəstəlik deyil. Bir günün içində, bir saniyənin içində sizi tutsun. Bəziləriniz də var, nevrozsuz, deyirsiniz, neçə ilin nevrozsuz. Hə, oturmuşdum, birdən-birə məni tutdu. Başım getdi, gözüm qaraldı, filan oldu, ürəyim döndü, təzyiqim qalxdı. O niyə olur? O birdən-birə olmur. O birdən-birə olmur. Çünki siz limbik sistemi incidirsiniz, pastayanla onu məcbur edirsiniz ki, analiz elə, analiz elə, analiz elə, anlatabildim mi? Siz necə ki simptom yoxdur, avtomatik düşüncələr yoxdur, qoşulursunuz həyatı məsələlərə. Uşaq problemi, ailə problemi, nə bilim, borc problemi, bunları önə çəkirsiniz. O özü də düzgün şey deyil. Onu qloballaşdırırsınız, onun üzərində başlayırsınız o limbik sistemi işlətməyə və bir həftədən sonra oturmuşsunuz evdə. O problem həll olunub ha, məişət problemi. Qoymuşsunuz qaydasına. Amma bir həftədən sonra oturmuşsunuz özünüz üçün künəyə baxırsınız, riski pisləşdiniz. O onun fəsatıdır. Bir həftə bundan qabaq ki, incidmişsiniz limbik sistemi. İstəyir bir həftə, istəyir 10 gün sizin burnunuzdan o gətirəcək. Sonra deməyin ki, mən oturmuşdum, hər şey yaxşı idi, heç bir problemim yox idi. Düşünmürsünüz ki, mənim axı bu problemim var idi, qonşuma borcum var idi. Onu çox fikirləşdim. Sonra Allah yetirdi hardansa, borcumu bağladım, siz elə bilirsiniz onu bağladınız, vəssalam, problemi bağladınız. Onu qoyursunuz qırağa. Bəs ona qədər o düşüncələr, o sinir sistemini əziyyətə salmaq, onları düşünmürsünüz. Biraz soğuqanlı olmaq lazımdır. Anlatabildim mi? O geci-tezi burnumuzdan gətirəcək sizin. Bürüzə verəcək. Və ən əsasda soyuq dəyməsin sizə. Çünki enerji itir, nevrozlarda enerji olmur. İmmun sistem bir balaca zəifləyir. Nevrozlarda immun sistem zəif olur. Ona görə mən sizə tövsiyə edirəm ki, pastayanlı ət məhsulları, balıq, yəni morskoy dəniz məhsullarından istifadə edin, meyvə çox yiyin, göy-göyərti çox yiyin. İmmun sistemi balans yaradın. Nevrozlarda bir balaca immun sistem zəif olur. Çünki blokadaya düşür bəzi minerallar, zatlar blokadaya düşəndə immun sistemə lazım olan bir şeylərdir. Onu qəbul eləyə bilmir, zəifləyir. Və soğuq dəymə dərhal ola bilərsiniz də. Özünüzü qoruyun. Çünki soyuq dəymə oldu, nevroz ondan qabaq quqquliğu çıxacaq. Mən də varam. Anlatabildim mi? O xəstə, soğuq dəymə qalır. Bir yana başlayırsınız bu nevrozla uğraşmağa. Anlatabildim mi? Çalışın soğuq dəymə olmasın. Vitaminlərinizi həmişə balansda saxlayın. Magneziumdur, B6-dir, B9-dur, B12-dir. Bunları, vitamin D-dir. Anlatabildim mi? Bunlar həmişə balansda olmalıdır, normada olmalıdır. Bu birbaşa nervnoy sistemin qənimidir. Anlatabildim mi? Bu şeyləri hər zaman nəzərdə saxlayın.
Siz bütün günü özünüzü qorumaqdansa, bu oranı, buranı yoxlayın, təzyiqi yoxlayın filan, siz belə xeyirxah bədəninizə, orqanizminizə xeyirxah işlərlə məşğul olun. Qidalanmanıza baxın, vitaminlərinizə baxın, pastoyanlı balansda olsun. Anlatabildim mi? Belə şeylərə diqqət yetirin. Çünki cüzi orqanizmdə nitol getsə, birinci mərkəzi sinir sistemi reaksiya verəcək ona. Birinci. Soyuq dəysə, ağrılara siz dözə bilmirsiniz. Heç bir nevroz ağrıya dözə bilmir. Yəni, diş ağrısı, baş ağrısı, barmağın bir damcı yansın, dözüm yoxdur. Niyə? Çünki sinir sistemi pozuqdur. Sizə o əsəb verir, o sizə yer tapa bilmirsiniz. Gərək bu olmasın deyirsiniz. Anlatabildim mi? Rahatlıq, rahatlıq. Ömür boyu rahatlığın dalıyca qaçırsınız. Səhvdir. Bir də bəziləriniz dərmanın dalıyca, elə dərmanın dalıyca qaçırsınız. Elə mən gedim, dərman yiyim. Siz niyə? Mən bunlara tənbəl xəstə deyil. O, endogen xəstələrə lazımdır. Amma bəzi egzogen xəstələrdə, travmatik xəstələrdə, məsələn, bunlara o müdaxilə lazım deyil, farmaterapiya lazım deyil, texnikalar. Onlar ki, yox deyil, dərmanı yaz, mən içim, o tənbəl adamdır. Yəni, licbi mən dərman içim, rahat olsun da, mən üçün bu da düzəlsin. O da müvəqqət olur. Bir müddətdən sonra sizə qayıdır, dərmanı kəsirsiniz, bu təzdən aktivləşir. Ya deyirsiniz ki, həkim pisdir, ya da deyirsiniz ki, aha, mən bu dərmanlara, asıllıq yaratdı dərmanlar, öyrəşmişəm dərmana. Bu belə deyil, heç bir antidepressant. O, siz düşündüyünüz, onlar psixotrop dərmanlardır. Onların tərkibində narkotik tərkiblidirlər, onları anlatabildim mi? Uyuşturucular var onlarda. Onu öyrəşirsən. Amma antidepressantların heç biri öyrəşmə vermir. Sadəcə içirsən, rahatsan, çünki orada lazım olan şeyləri blokadaya salır, lazım olmayan şeyləri açır, nəsə də belə balans yaradır, siz rahatsınız. Elə ki, siz bu dərmanı tutardınız, onlar aktivləşdi. Anlatabildim mi? Sizdə bir dənə sırazı 2 düşüncə gəlir. Ya həkim qoyundu, deyəcəksiniz, qaçacaqsınız başqa həkimə. Ya da ki, mən artıq deyəsən, daha dərmanlara öyrəşmişəm. Ay aman, mən ömrümün axırına kimi dərman necə? Və gedirsiniz nerpatologlar və yaxud psixiatrlar ən əsas sizə 2 illik, 3 illik dərman yazırlar. Bunlar da səhvdir. Bu nəzarət altında olmalıdır. Maksimum 6 ay olur. 6 ay 1 ildə olur, amma bir dərmanla. Hansı ki, o dərman heç bir orqanizmə, heç bir hormonlara, heç bir piyilənməyə zada şey yoxdur, ziyanı yoxdur. Anlatabildim mi? Ondan istifadə eləmək uzun müddət olar. Amma belə siz elə dərmanlar mənə göstərirsiniz ki, deyirsiniz, bunu yazıb 2 il iç. Və yaxud elələriniz var, vəxşi deyirsiniz, ömürlük yazıb mənə. Belə şey olur. Səhvdir bunlar. Səhvdir. Dərmanın sizə nə xeyri ola bilər? Onlar hamısı müvəqqəti podдерживающий dəstəkləmək üçün yaratdığı antidepressantlardır. O ömürlük heç vaxt hipertonik deyilsiniz ki, təzyiq üçün içəsiz. Heç bir, o ito qaraciyərə təzyiq dərmanıdır, ziyandır. Sonra başlanır insulin dirənci, nə bilim, hormonal disbalans və s. Və yaxud deyirsiniz ki, mən evlənə bilmirəm. Mən ərə gedə bilmirəm, çünki məndə cinsi zəiflik var. Eləmişsiniz də orada, dopamini blokadaya salmışsınız və
prolaktini qaldırmısınız yüksəklərə. O prolaktinin də qadınlara lap ziyanı var. Prolaktin çox yüksək olanda mənim əzizlərim mastopatiya zad yaradır qadınlarda. Və mastopatiyanı bunlar hiss eləməsələr və yaxud üstünə vaxtında düşməsələr, gətirir onkologiyaya çıxardır. Anlatabildim mi? Baxır hansı dərmanlar. Ona görə biz elə dərmanları, elə kateqoriyalı dərmanları, antidepressantın cürbəcür növləri var. Biz onlara dəymirik. Biz, şəxsən mən dərman yazmıram, tövsiyə eləyirəm. Tövsiyə eləyirəm immuni neyromediatorlara. O antidepressant deyil, o nəsildəndir, amma neyromediator. Neyromediator nədir? İnsanın beynindəki o neyromediatorlar deyirlər. O dopamindir, sənə həvəs verən, yaşamağa stimul verən, düşünmək üçündür, məntiq axtarmaq üçündür və s. və s. Bunlara lazımdır. Balans neyronlar üçündür, balans yaratmaq üçündür. Основной da sizi o antidepressantları verib tupoya döndərmək olmaz da, robota döndərmək olmaz. Əksinə. Onları eləyirsiniz ki, neyromediatorlar disbalans olur nevrozlarda, onları balansiravat eləyirsən. Kömək eləyirsən də bilmez. Onu təbii yolla da eləmək olar, biraz uzun çəkir. Amma qısa yolla biz farmaterapiya və psixoterapiya yanaşı olanda tez bir müddətdə effekt verir. Anlatabildim mi? Çox öz başına içmək olmaz. Dozировkanı mütləqdir ki, həkim təyin eləməlidir, həkimin nəzarəti ilə olmalıdır. Tamam mı? 31 dəqiqə sizinlə həmsöhbət oldum. Amma sizdən incimişəm, ola da bilər ki, günlərin bir günü başa YouTube-mu pozum. Çünki baxıram ki, 100-dən yuxarı baxış olur, amma 10 nəfər like eləyib. Bu biraz mənə təsir eləyir. Yəni mən də əziyyət çəkirəm sizin üçün. Siz üçün o qədər açıqlamalar verirəm, mexanizmdən danışıram. Ən əsas da o müvəqqəti paniklı insanlar, nevrozlar tez, məsələn, beyin onlarda bir müddətdən sonra özünü bərpa eləyir. Amma mənim videolarımdan sonra həmən bərpaya keçir. Talçok verir, elə bir təkan verir. Bu sizin xeyrinizədir. Hər bir mənim kəlməmi siz diqqətlə qulaq assanız, vıvı çıxardacaqsınız və biləcəksiniz ki, söhbət nədən gedir. Az da olsa rahatlıq tapırsınız, buna mən əminəm. Amma bir dənə bu knopkanı basmağa tənbəllik edirsiniz və yaxud bir dənə burada kommentari yazmağa tənbəllik edirsiniz. Nə olar? 5 saniyə vaxtınız, 1 saniyə vaxtınız gedir. Ki bu paylaşılsın, mən bundan pul qazanmıram, mənim heç başım da çıxmır, ondan necə pul qazanırlar, neynirlər mən deyə bilmərəm. Sadəcə bunu bilirəm ki, nə qədər bu like'lar, kommentariyalar olsa, YouTube bunu özü başlayır avtomatik cəmaatın qabağına çıxarmağa ki, bu cəmiyyət faydalansın, yazıqdırlar, düşürlər labirintlərə, xroniki nevroz yaradandan sonra artıq gəlin məni tapırlar. Tamam mı? O vaxtda çətin olur. Bəzən heç vəbşə olmur kömək eləmək. Ona görə də mənim əzizlərim, aktiv olun. Bir dənə də sınayacam sizi. Sağ olun, sağ olun, qalın, özünüzdən müğayət olun, öpürəm.